güclü olmağın əlamətlərindən biri məsuliyyəti götürə bilməkdir. Nəinki başqalarının səni günahlandırmasını dinləmək, hətta özünü günahlandıra bilməndir. Bu çox möhtəşəm bir insan xüsusiyyətdir. Özünü danlamağı bacar. Bu əla bir şeydir. Amma bunun üçün emosional və psixoloji güc lazımdır. Bu gün qadın mənim qarşımda, yenə deyirəm, istisnalar var əlbəttə ki, qadın mənim qarşımda oturur, mən nəyi səhv edirəm, mən nəyi dəyişdirim, buyurun deyir. Mən də deyirəm, qəbul edir və gedir, başlayır işləməyə. Amma kişi ilə elə danışa bilmirik. Yəni, başqa cür belə nələr düşünməliyik, söhbəti o tərəfdən gətirməliyik, bu tərəfdən gətirməliyik. Amandır, buna toz qondurmayaq. Amandır ona deməyək ki, sən filan bir məsələni düzgün eləsən, bu belə olmayacaq. Sən burada səhv edirsən. Onu deyən kimi qaçır-çıxır gedir. O onu eşitmək istəmir. Çünki onu eşitmək üçün güc lazımdır. Psixoloji güc, emosional güc lazımdır. Bax, bu insanların özlərində inkişaf etdirməli olduqları şeylərdir. YouTube kanalımıza abunə olun.